Değerli izləyicilərim, sizi salamlayıram. Sizə bugün yeni təmirdən çıxmış 3 otaqlı mənzil təqdim edirəm. Bura Koala Parkının yanında tikilən yeni binadır, yeni tikili kompleksdir. Nəsim Bazarı, Koroğlu Parkı, şəhərin qəşəng bir yerində. Bu mənzil də yeni təmirdən çıxıb. 125 kvadrat sahəsi var. Mərtəbə də ortadır. Düşünürəm ki, tam sizə uyğun bir mənzildir və təqdimata başlayaq zal otağından. Bax, bura zal otağıdır. Mebellər təmirdən sonra əşyalar qoyulubdur. Zalla tanış olun. 2 pəncərəsi var. Pəncərədən işıq alır. Televizor, kondisioner, hazır bir evdir. Girib yaşamaq üçün rahat bir evdir. Mən özüm də aura şeyindəyəm. Hansı evin aurası məni sıxır, onu o saat hiss elətdirirəm də. Yəni, özüm nasıl deyil. Bu evin aurası yaxşıdır. Hələ biraz hava yağışlı, tutqundur. Buna baxmayaraq, belə bir geniş koridor. Burada paltar dolabıdır. Mətbəxi görsədim, sonra keçir ora. Gəlmişkən bura qədər. Bura mənzilin mətbəxidir. Mətbəx mebeli yığılıb, bacardıqları qədər zövqlü təmir eləməyə çalışırlar. Müasir təmirdir. Çamaşır makinası, elektronika, hər qərəz, hər şey yəni var mənzilin içində. Oturmaq üçün stolu, balkon çıxışı, burada bir taxta apşifkadan dekor kimi yığıblar. Yer isti döşəmədir. Keçək koridorun başına, oranı sizə göstərdim. Amma burada bir yaxşı tərəflərindən də biri odur ki, sanitar qovşağı ilə hamam otağı ayrı-ayrılıqdadır. Ürək istəyərdi ki, hər otaqda olsun hamam tualet, amma reallıq budur ki, həqiqət budur ki, burada bir dənə hamam otağı, bir də sanitar qovşağı var. Bu bir yataq otağı, bu yataq otağı da skvaznoy mənzildir. Baxır şəhər istiqamətinə, burada yığılıb mebel, yatağı, balkona çıxışı var. Bura isə növbəti yataq otağıdır. Baxın, dəyərli izləyicilər, götür, qoy eləyin. Bazar böyük, satanlar çox, səhifələr milyon, biri skuter sürür, biri müştərini döyür. Yəni, çoxdur da, qabağınıza çıxır. Baxın, məsləhət olsa yığın da, ya mən demirəm mənə zəng eləyin ki, mənə ehtiyacım var sizə. Məsləhət olsa zəng eləyin satış nömrəsinə, bu evi ala bilərsiniz bizdən. Gəldik, çatdıq sona doğru, yəni, baxın, bura giriş hissəsidir mənzilin. Çox hörmətli izləyicilərim, binanın adı Grand Plazadır. İmişli qardaşların tikdiyi qəşəng binadır. Həyətini görmək istəyirsə, bir dənə operator sizə bir dənə zəhmət göstərsin. Bir dənə zəhmət olsa həyətdə göstərərsən. Yağışlı havada sizə məhləsini təqdim edirəm. Məhlədə hər şey var. Oyun parkı, yayda oturmaq üçün, yaşıllıq, şəhərin mərkəzində belə bir həyət.